bəzən qadınlar işləyirdi, kişilər kənarda olurdu. Deyir, əhsən o günə mən bu qoçaq arvadı aldım. Çəkdikcə onun nazını öz qayğıma qaldım. Pis gözdən uzaq boynuma haqqım belə saldım. Eşqin coşub indi görürəm bir təhərəm mən. Arvad sarıdan ay kişilər, bəxtəvərəm mən. Yazma gələ İlham Əhmədov. Bəli, İlham Əhmədov oxuyurdu. Yoldaş deyə qardaş, bu sən öl əsla bilinmir. Dindirməsə nərgah onu aylar ötə dinmir. Bir Volqa alıb mən sürürəm, heç özüm minmir. Ağrını alım, gör nə sayaq dərbədərəm mən. Arvad sarıdan ay kişilər, bəxtəvərəm mən. Yəni bu bayağı bəxtimin o bəxtəvər olsun, başının bəxtimiz oğlanmış. Yəni məğzi nə işinə gətirən bayağı Arif Məmmədov xüsusi qeyd elədi və çox gözəl toxundu məsələyə ki, Sabir ənənələrindən sonra Rüfət Əhmədzadənin şeirə gətirdiyi, satirik şeirə gətirdiyi bir məsələdir. Məhz teatrallıq idi.